Səhəri belə açarlar. Bəli, yüksək əhval-ruhiyyə ilə səhərimiz hər zaman pozitiv enerji dolu olmalıdır. Əhval-ruhiyyəniz yüksək olsun, dəyərli Space TV izləyiciləri. Hər vaxtınız xeyir, əziz, dəyərli, hörmətli və möhtərəm izləyicilərimiz. Dadlı səhər yenə də sizinlədir. Sabahınız xeyir olsun, gününüz aydın və xoş keçsin. Əhval-ruhiyyəmiz də hava kimi. Hava çox gözəldir. Gələ-gələ görürəm havanın belə həzinliyi, mülayimliyi, yüngülvari əsən külək, hərdən gələn sərin meh, yayın havasını yavaş-yavaş gətirmək istəyir, ona da külək imkan verir. Amma biz nə küləyə, nə o sərin mehə, heç nəyə fikir vermədən yalnız və yalnız gözəllikləri hər zaman görməklə daxilimizdəki o sevgini də yeməkdə cəmləşdirməliyik. Bu yeməkdə nə olacaq, bugün nələr hazırlayacaq? 3 fərqli yeməyimiz var. Bir qəşəng balıq buğlaması var. Özdə qırmızı balıqdan eləyəcəm bu buğlamanı. Ləzzətli bir buğlamadır, fərqli bir buğlamadır. Əslində bu buğlama kürədə heç olmasa bir saat rahat pişmir. Hə? Həm də xam, çatar. Əla. Onda gəlin elə birinci buğlamadan başlayaq. Göndərik onu sobaya və bir saat o sobada qəşəng qalmalıdır. Bir saat sobada qırmızı balıqdan istifadə eləmişəm. İstifadə edirəm. Balığın baş hissəsini 2 yerə böldüm. İçi qəşəng belə yağlıdır, quyruq hissəsi. Biraz quyruq hissəsindən götürdüm, biraz da baş hissəsindən götürdüm. Orta hissəsini saxladım. Bu sümüksüzdür, tıxsızdır və ləzzətli də necə lazımdır, qəşəng bişəcək. Başlayaq. Nədən başlayaq? Başlayaq birinci, deməli bir xam qovurma var. Bunu o gün mən demişdim, bir çobandan öyrənmişdim. Qəşəng bir xam qovurmamız var. Sonra turş sıyığımız var. Turş sıyıq da hazırlayacağım. Gəlin birinci buğlamadan başlayaq. Sonrasına baxarıq. Buğlama üçün də burada kərə yağını əritdim. Bəh. Kərə yağını sobada əritdim. Onu bərniyə tökmüşdüm. İçində qalmışdı bir balaca. Mən də ona görə onu biraz da əla qoydum sobaya. Sobada 60 dərəcədə bax belə isitdim ki, içində nə varsa ərisin. Kərə yağım çoxdur, varımdır. Sadəcə israf olmasın. Hamısını istifadə etmək lazımdır. Hər birini incəliyinə qədər, qramına qədər sevgi ilə onu istifadə etmək lazımdır. Deməli, göyərti buğlamadan başlayıram. Buğlama üçün göyərti lazımdır qəşəng. Dünəndən kim görür məni? Əvvəla dünənki verilişimiz də çox xoşlarına gəldi bizim tamaşaçılarımızın. Hər günkü kimi. Və dünən bir sual verdim. Əslində məqsədim də yox idi. Sadəcə o sualı mənə ondan əvvəlki gün vermişdilər. Mən də dünən nəsə oldu verilişdə birdən-birə yadıma düşdü, o sualı verdim. Bəh. Sual belə idi ki, qoyunun, quzunun, dananın iç çalatına nə deyirlər? Rejissorumuz maraqlı bir söz dedi. Dedi ki, ona çılçırağın rus dilində olan adını da deyirlər. Bu ola bilər bilsən nəyə görə belə tutub əlində saxlayanda öyle sallanır. Qəşəng ciyər, börək yox, ürək, ciyər, sonra bağırsaq, şirin bağırsaq. Sonra nələr olur orada? Ağciyər, ən çox ağciyəri, ürəyi görünür, bəli. Və bunların adı nədir? İçalata nə deyirlər? Bilənlər varsa qoy zəng etsinlər. Subməhsullar dünən dedilər, subməhsullar ora kəllə də aiddir, qollar, ayaqlar. Bunlar hamısı orada daxildir. Göyərtinin qoxusu səhər-səhər adama ləzzət edir. Deməli, bax, burada cəfəri, şüyüd, keşniş qarışıqdır. Bunlardan istifadə elədik. Sonra bura zirinc qatıram. Haradasa deyim sizə, 1-2 xorək qaşığı kifayətdir. Bəsdir bu. Bir də xama əlavə edirəm.
Qəşəng bunu qarışdıracağım. Orada duz əlavə etməyəcəm, amma duzu balığa əlavə edəcəm. Balığı qəşəng duzlamalıyam. Xama 1-2 qaşıq bəsdir. Bunu belə qarışdırıram, həll eləyirəm. Baş üstə, gözüm üstə. Bunu qarışdırdıq. Bəh. Çox qəşəng yemək olur, maraqlı dadı olur bunun. Belə deyim də, qırmızı balıq həvəskarları üçün və xəmirdə bişmiş yemək sevənlər üçün əladır. Xamanı sıyırdım ki, qarışmamış hissələri var idim. Bura əridilmiş yağ əlavə edirəm. Yenidən qəşəng qarışdırdıq. Bu belə. Əssalam. Bununla işimiz bitdi. Bu qalsın bir kənarda. Biraz bunu yaxalayım. Quzunun, dananın içalatına nə deyirlər? Bunun adı nədir? İnanırsınız, mən onun adını ilk dəfə eşidəndə mənə qəribə gəldi. Dedim, aha bu bir içki adıdır, mən bildiyim qədərilə. Dedilər, bu həmin o dağdakı, həmin o yerdən gələn suyun adıdır. Düzdür, amma amması var. Amması ondan ibarətdir ki, bu formada bir şey deyil. Amması ondan ibarətdir ki, quzu içalatının adı buymuş. Xəmir yoğurmuşam. Xəmirə bir balaca maya əlavə etmişəm. Bura duru yağ. Kərə yağına artıq ehtiyac yoxdur. Biraz maya əlavə edirik ki, xəmiri tərpətsin. Xəmiri bölürəm 2 yerə. Bir hissəsini saxlayacağım, bir kündəlik saxlayacağım. O da niyə görə? Xam qovurma üçün. Xam qovurmaya... Xəmir, qəşəng elastik xəmirdir. Xam qovurmaya... Lavaş da etmək olar əslində. İndi baxarıq onun üçün. Əsas bunu edək. Sonra xam qovurmaya baxarıq. Sadə mayalı xəmirdir, amma az mayadan istifadə edirik. Çox maya lazım deyil. Çörək bişirmirik. Bunu tam da yayıb qabın içinə sərmək olar. Amma yağlı formada da, bax mənim elədiyim kimi, bu qayda ilə də etmək olur. Niyə görə mən yağlı elədim, onu da deyim. Yağlı elədim ona görə ki, bu bişdikdən sonra qəşəng belə xırçıltılı olacaq. Maraqlı, fərqli bir ləzzət olacaq. Həmişə mən maraqlı dad ardıcan qaçıram. Xəmir qayıdır. Qəşəngdir amma yumuşaqlıqda söz ola bilməz. Əla. İndi bunun içinə bunu yaydıqca bu qayıdır. Bir balaca xəmir incitmək istəyir. İndi balıqları yığın. Qabığını çıxarda da bilərsiniz, amma ehtiyac yoxdur. Onsuz da o pişəndən sonra elə qəşəng ayrılacaq ki, niyə məhz baş və quyruq, orta hissə, file hissədən də istifadə etmək olar. Amma baş və quyruq daha çox şirəli olduğu üçün buğlamada kərə yağı ilə birlikdə ləzzətli bir sos əmələ gətirəcək. Duzdan qorxmuruq. Cabir bilir. Duz, balığın dadı, ləzzəti elə bax, duzdadır. Hər tərəfli duzlu qatdıq. Vəssalam. İndi bunun üstünə hazırladığımız bu göyərti, zirinç və xama
qarışığını qoyuram. Xama 2 xörək qaşığı, zirinç 2 xörək qaşığı, göyərtdəki keşli, şüyüd, əslində başqa göyərtlərdən də istifadə edə bilərsiniz zövqə görə. Əla. Bu qədər. Bəsdir. Bir dənə xəmir mənə lazımdır ki, xəmiri yayım üstünü örtmək üçün. Üst hissəni yağlamıram çox. Niyə görə yağlamıram? Çünki üst hissədən yana bilər. Və o yanmaq da məni aldada bilər. Elə bilərəm ki, yemək bişib, hazırdır. Sobanı 180 dərəcəyə qoymuşam. 180 dərəcədədir. Sadə mayalı xəmirdən hazırlamışıq. Xəmir biraz yox, əməli ələ yapışandır. Əsas bir balaca onu formaya gətirdik. Onun formasını da yayacağım. Üstünə qəşəng bağlayırıq. Mərdanə ya da oxlov. Kimə necə rahatsa. Ondan da istifadə edə bilər. Quzunun, qoyunun içalatına nə deyirlər? Qabı, baş üstə. Xəmiri qəşəng yaydım. Eyni bu qaydanı alt üçün də edə bilərdik. Amma yenə də təkrar edirəm. Mən onu yağlı elədim ki, alt hissədə xəmir elə xırçıltılı quru olsun. Həm də onu da nəzərə almaq lazımdır ki, balığın, göyərtinin şirəsi birazdan xəmirə hopacaq. Kifayətdir. Sən burada mənə gözlə. Hə, yox, istiota ehtiyac yoxdur. Kim istəsə istiot qata bilər, söz yox, zövqə görə. Amma balıq istiot istəmir. Balığınki duzdur. Başqa ədviyyatlara da ehtiyac yoxdur onun. Baxın. Yalan. Kənarlarını bircə yaxşı belə möhkəm bərkitmək lazımdır ki, bir şey açılmasın. Ola bilər hansı hissədə bir havası çıxsın, çıxmasa yaxşıdır. Çıxa da bilər, söz yox, amma çıxmasa yaxşıdır. Niyə görə? Çünki bunun adı nədir? Xəmirdə balıq buğlaması. Bəli. Buğlama da nə deməkdir? Yəni o öz buxarında buğlanmalıdır. Bunu yüksək odda bişirmək olmaz. Zəif odda 180 dərəcəyə qoymuşam ki, isti olsun. Birazdan hərarətini aşağı salacağım. Zəif odda və yavaş-yavaş öz buxarında bu bişməlidir. Əla. Tam olaraq bərkidim. Vəssalam. İndi qalır nə məsələ? Bunun üstünə süd də çəkmək olar. Mən yumurta çəkəcəm. Yumurtanın ancaq sarısından da istifadə etmək olar. Mən ağlı sarılı istifadə edirəm. Amma südlə eləsəz, o da yaxşıdır. Ola bilər. Hə, bir də üstünə küncüt əlavə edəcəm. Ya sarı qovrulmuş küncütdən ya da ki qovrulmamış çiğ küncütdən istifadə edə bilərsiniz. Baxın görün. Biraz şübhəli gəlmişdi, amma yaxşıdır. Xoşunuza gəlmədi, hə, üstündə?
De. Bak. Bak. Rengi yavaş yavaş bulanır. İki verirsiniz. Bak. Ehtiyat. Ehtiyat igidin yaraşığıdır. Yumurta zəhərlənməsi çox təhlükəlidir. Görək. Elman nə vaxt almışam? Bu ilə neçəsidir? Bu ilə 8-i. Bu da ayın 3-ündə istehsal olunub. Ama bu başqa məsələ. Bax. İndi oyla bunun fərqinə bax. Gəl. Belə göstərsəm. Bax, fərqlərə bax. Görürsən, biri bulanlıqdır, biri şəffafdır. İndi mən bu yaxşını yox, bu bulanlığı verəcəm sizə. Diqqətli olun dostlar, onu görə deyirəm ki, bu mən demirəm, bunu Ağakərim özündən kəşf eləməyib. Bu həqiqətən də belədir, bunu bizim əvvəldən nənələrimiz də belə deyərdilər, babalarımız da deyərdilər ki, nə olursa olsun yumurtanı həmişə ayrı-ayrı qaba əlavə edin. Yəni bir qaba bir balaca piyaləyə çırpın, ondan sonra yeməyə qatın. Bir de görürsən ki, yumurtanı istifadə edirsən, 6-7 dənə küküyə qatmışsan, 8-incini əlavə edəndə görürsən ki, içərisində qırmızı maya var və yaxud da rəngi bulanlıqdır. Yəni, hər bir şey ola bilər. Və istənilən halda da, əgər fikir verdirsə, mən ona vurduğum çəngəli bunu artıq vurmadım. Yəni, hər zaman ehtiyat etmək lazımdır. Qida bu qədər diqqət tələb edir. Niyə görə bulana bilər? Maraqlı fikirdir. O niyə bulanıb? Nə fikirləriniz var? Bax, deyin görək. Yumurta niyə bulanıb? Onun rəngi niyə bulanlıq idi? Onu sındıranda, onu çırpanda nəyə görə belə normal axıntı ilə yox, loqqultu ilə düşdü? Niyə? İndi mən sizə deyim. O, nə yumurtanın günahıdır, nə də fermerin günahıdır. O, birbaşa satıcının günahıdır. Onu isti, soyuq yerdə, belə deyə, saxlayıblar. Niyə o biri yumurtalar elə olmayıb? İndi onu da deyəcəm sizə. Ola bilər ki, həmin o qab, həmin o yumurtanın bağlaması hansısa bir yerdə, soyuducunun yanında, onun motor hissəsində qalıb, onun istisi vurub onu. Bir balaca o isti onu belə deyil. Deməli, Azər 16. Azər maşallah artıq. Deməli, burada fırçalar. Fırçalar hardadır? Fırçam hardadır? Kənarda. Bunun üstünə indi qəşəng yumurtalamalıyam. Amma bu yumurtanı da xəmirin xaçapuriyə oxşadı, hə? Çıxana oxşadı. Bunun üstünə qəşəng belə yumurtanı yedizdirməliyəm xəmirə. Canına hopmalıdır. Yumurta özü də belə qəşəng qızardıqca, pişdikcə xəmiri həm yüngülvari, xırçıltılı qurudacaq, həm də rəngini dəyişəcək. Ona görə də mənim üçün bu vacibdir, lazımdır. Balıq buğlaması hazırlayıram özdə xəmirdə. Balıq buğlaması yeməyi yoxdur. Balıq buğlama olur bilirsiniz nədən? İri buynuzlu heyvan ətindən və yaxud da xırda buynuzlu heyvan ətindən. Əsasən olur xırda buynuzlu heyvan ətindən. Bəs balıqdan hazırlanan buğlamanın adı nədir Orxan? Balıqdan hazırlanan buğlamanın adı nədir? Bilirsən nəşə? Bilməmiş olmarsan. Balıqdan hazırlanan buğlamanın adı nədir? O kim bilirsə zəng eləsin desin. 538 08 62 bizim əlaqə nömrəmizdir.
Verilişimiz canlı yayımlanır. Fikirlərinizi bizimlə bölüşə bilərsiniz. O cümlədən də mən soruşuram ki, balıq buğlamasının əslində adı nədir? Deyərsiniz ki, o başqa yeməkdir, bu başqa yeməkdir. Xeyr. Elə bax, bu həmin o yeməkdir. Balıqdan hazırlanan buğlamanın adı nədir? Əla, bəsidir. İndi bunun üstünə küncüt əlavə edeyim, yoxsa çörək otu əlavə edeyim? Çörək otu. Hə? Çörək otu çox faydalıdır. Bax, küncütüm də var, çörək otu da var. Necə eləyim? Cabir. Hə. Deyirsən belə, yaxşı. 1, 2, 3, 4, 5, 6. Orxan nə deyirsə düz deyir. Əhsən Orxan. Əhsən Orxan. Bəli. Balıq buğlamasının adı sən deyəndir. İndi Orxan deyən nədir? Onu siz deyin. Balıq buğlamasının adı nədir? Əla, kifayətdir. Kifayətdir. Biraz deyil burada. Buna bax, nə əcəb. Deyirəm, olmazsa olmazdır. Kətan toxumu. Çox əla bir şeydir ya bu kətan toxumu. Çox qəşəng bir şeydir. Bu kətan toxumunu axşamdan bir çay qaşığı atıqda qarışdırırsan, səhər durub yiyirsən onu. Bütün mədə bağırsağı təmizləyir ha. Çox əla bir şeydir, çox əla bir şeydir. Sadəcə bunu eləyib yeməmişdən qabaq sizə bir misal deyim ki, bunu diqqət edin. Hansı gün ki heç yeri getməyəcəksiniz, onda səhər bunu yiyin. Sonra qarın ağrısından dayanmaq olmur. Onu da deyirəm, mədə bağırsağı əməlli baş təmizləyir. Qəşəng təmizləyir. Belə də ki, bu həkimlərin işidir. Mən sadəcə onlara bir qida tərəfindən yanaşdım, dedim. Həkimlə mütləq məsləhətləşmək lazımdır. Kətan toxumundan da əlavə elədim. Oldu nə? Qəşəng, gözəl. Bax. Göndərək getsin. İndi bu pişəndən sonra bunun dadına baxarsın. Göndərdim bunu sobaya. Hərarətini də biraz tənzimləyək. Bu pişməsində olsun. Mən də balıq buğlamasına nə deyirlər? Belə bir sual verdim. Balıq buğlamasının əslində adı nədir? Operatorumuz Orxan dərhal tapdı. Dedi, bildi nədir o? Hacqabulda deyirlər o adı, yoxsa? Orxan? Hacqabulda deyirlər o adı. Yəni o yeməyin adı elədir. Dəqiq. Hacqabulda elə deyirlərmiş. İndi turş sıyığı taxta özünəmdir. Ona görə kağız dəsmalı vurmadım. Deməli, turş sıyığı hazırlayaq, yoxsa xam qovurmanı hazırlayaq? Gəlin, xam qovurmaya keçək. Xam qovurmanı mən bir dəfə bir çobandan öyrənmişəm. Amma qəşəng bir yeməkdir bu. Əla yeməkdir, çox qəşəng yeməkdir. İndi maraqlıdır ki, xam qovurma, mən onu lavaşla, təndir çörəklə, nə onu təqdim edək, kim onu necə istəsə, necə xoş olsa, elə də nuş eləyə bilər. Xam qovurma deyil, xam qovurmadır. Xam. Mal ətinin mısı. Xam qovurmada nələr var? Çox qəşəng bir yeməkdir bu. Çox ləzzətli yeməkdir. Bunu balta ilə döymək lazımdır. Bütün ət çəkəndən keçirmək olmaz. Bunu ancaq döymək. Quyruq, sonra quzu əti, pomidor, biber, soğan, göy göyərti, bunların hamısını
xırda doğrayacağım. Alo. Bəli. Salam aleyküm. Salam, sabahınız xeyir Sabahınız olsun, xeyir. Kərim bəy. Xoş eşitdik sizi. Kiminlə Mən də, danışırıq? mən Aygül xanımla Aygül xanım hardan zəng edir? Xırdalandan. Əcə verirsiniz. Aygül xanım, Bəli. hansı bölgədənsiz? Mənim əslim Tovuz rayonundan. Aha, yeməyin adına görə soruşdum ha, əslində ona Bəli, görə. bəli. Bu balıq buğlamasına nə deyirsiniz? Uxa deyirik biz. Uxa şorbadır. Onu da bəli, baxışım, mən onu bilirəm. Hə, uxa şorbadır. Bəs balıq buğlaması nədir, necə adlanır? Bəs quzunun içalatına nə deyirlər? Quzunun içalatına elə quzu içalatı. Biz Elə quzu tərəfdə içalatı elə deyirlər. deyirik. Aha, maraqlıdır. Çox sağ olun zənginiz üçün. Təşəkkür edirəm. Var olun. Hə, dedilər uxa. Yox, uxa deyil. Uxanı pişirmişik, hə? Yadıma gəlir, uxa pişirmişik burada deyilsən. Bir dəfə olub uxa. Uxa hazırlamışıq. Maraqlı yeməkdir uxa. Amma uxanın əsas özəlliyi, xüsusiyyəti ondadır ki, uxa hazırlayanda birincisi uxanı meşədə hazırlayarlar. Yəni dəniz kənarında hazırlayarlar, təzə balığın baş quyruq hissəsindən hazırlayarlar. Donmuşdan yox, buzlanmışdan yox. Və uxanın əsas iki xüsusiyyəti var ki, birincisi yanan odunu onun içində söndürmək lazımdır. İkincisi də ən sonda onun içinə alkoqol əlavə edirlər. Yəni bu yeməkdə var. Bu mütləqdir onun üçün. Mən də hazırlayanda əlavə etmirəm, məsləhət də görmürəm, amma bunu adətən belə hazırlayırlar. Bu formada təqdim edirlər. Mən isə xam qovurma hazırlayıram. Xam qovurma çox əla yeməkdir. Bütün ərzaqlar bir-birinə elə qarışır ki, çox ləzzətli olur. Alo. Alo. Salam aleyküm. Sabahınız xeyir. Ağa Sabahınız Kərim bəy. xeyir. Xoş eşitdik. Kiminlə danışırıq? Səkinə xanımdır sizi narahat eləyən. Səkinə xanım hardan zəng vurursunuz? Bakıda. Bakıdan zəng vurursunuz. Deyin görək, balıq buğlaması bişirə bilirsiniz? Bəli. Necə bişirirsiniz? Orada sizin yazdığınız ərzaqlarla. Mənim hazırladığım kimi? Bəli. Doğrudan. Mənim Bəli. hazırladığım çox nadir dəsturdur, onu gör deyirəm. Bəs balıq buğlamasına nə deyirsiniz? Adı nədir? Mütəccəm. Mütəccəm. Hə. Hardan eşitmişsiniz? Harda görmüsünüz? Biz bunu pişiririk. Bakı yeməyidir. Əsl Bakı yeməyi. Əsl deyirsiniz Bakı yeməyidir, Bakı mətbəxinin yeməyidir deyirsiniz. Bəli. Hə, mütəccəm. Maraqlıdır, maraqlıdır. Çox sağ olun zənginiz üçün, ay Səkinə xanım. Minnətdaram sizə. Mütəccəm yeməkləri var. Mütəccəm tək bir növ yemək deyil. Mütəccəmi Mirablos eləmişdi ya burada. Bəh. Qəşəng edirdi o. Bunu indi yavaş-yavaş döyürəm, çünki bu sıçrayır kənara, ətrafa. Ona görə də bunu yavaş-yavaş döyürəm, həm də çox səs-küy olmasın. Amma döymək üçün vaxtım çox gedəcək. Bunu da deyim. Mütəccəm Bakı mətbəxinin yeməyidir. Ola bilər. Bilirsiniz niyə gördürəm ola bilər? Çünki bu əsasən Təbriz mətbəxindən gəlir. Cənubi Azərbaycan mətbəxindən gəlir. Bəh. Həmşəllər hazırlayar, bəli. Əti döyürük. Xam qovurma hazırlayıram. Bu xam qovurma üçün hələ çox kənara sürəcək. Tam o vaxta qədər ki, quyruqla ət bir-birinin canına hopacaq. Bir-birinə qarışacaq. Sonra bura əlavə edəcəm xırda doğranılmış biber, soğan, pomidor, göyərti və bunları birlikdə bişirəcəm. Birlikdə qovrulacaq bunlar. Hamısı bir yerdə. Yox, axırda nə pomidor görünəcək, nə biber görünəcək. Heç nə görünməyəcək. Amma ki, gəl indi onun dadına, ləzzətinə bax. Hə, o başqa cürdür. Erman dünən bir təndir çörəyi almışdı ki, olmaz. Bax, dedilər ki, ət çəkən maşına keçirsə də olmazdı. Olmaz. Ət çəkəndən keçirmək, döymək keyfiyyətini vermir.
döymək başqadır. Düzdür, əziyyətdir, çox əziyyətdir. Məsələn, bax, restorana gedəndə bir görürsən ki, orada döymə kebab var, bir də lülə kebab var. Lülə kebab ayrıdır, döymə kebab ayrıdır. Hə. Əslində, lülə döymədən olmalıdır həmişə. Sadəcə onu şişdə saxlamaq da hər kebabçının, hər aşbazın işi deyil. Mən həmişə lülə eləyəndə nisbəti 1-ə 1 götürürəm. Əslə qalsa 1-ə 2 götürülməlidir. Hətta quyruq ondan çox olmalıdır. Bəli, quyruq ətdən çox olmalıdır. Amma mən 1-ə 1 götürürəm. Əla olur, dağılmır, şən ləzzətli olur. İki tərəfli olur, qiymə xırdalayan, bəli. Rahat olur. O, məhz qiymələri xırdalamaq üçündür. Biz də öyrəşmişik bunu belə döyməyə. Sadəcə efirə görə. Bizim reklama nə qədər vaxtımız var? Aha, mən bunu çox səsküy eləmək istəmirəm. Daşla əladır. Ən yaxşısı daşlandır. Ən yaxşısı daşla bunu döyürsən. Özdə elə daşın da üstündə. Onda ətin şirəsi də öz canında qalır. O qədər bunu döyəcəm ki, bu hamısı bir-birinə qarışsın. İndi bunu qəşəng duz yotunu qatım. Ondan sonra döyməyə davam edim. Düz ya, duzlu yox, sonradan əlavə eləsəm də qoxusu yoxdur. Yeməkdə onsuz da qarışacaq. Məsələ burasındadır ki, duzla bunu döyəndə ətin dadını, şirəsini saxlamağa kömək edir. Yəni, onun dağılmağına imkan vermir. Sonra əlavə edərəm. Niyə görə sonraya saxladım? Əlim çünki ətlidir, onu bulaşdırmaq istəmirəm. Xam qovurmadır bu. Xam qovurmada əsasən nələrdir? Bax, bunu belə döydükcən, həm də orada istiliyə belə gəlir. Belə deyə, onun şirəsi öz canında qalır. Bəh, qəşən lüləyi gəlir ha buradan. Artıq lüləyi gəlir. Mən sizə bir dənə bir şey deyim. Bax, bunu hazırlaya ağlımda nə gəldi? Türklərdə, Türkiyə mətbəxində tantuni var ha. Tantuni hazırlayırlar. Mən sizə deyim ki, bu bir növ tantuninin texnologiyasıdır. Oxşayır ona hardasa. Amma bunu mən bizim çobanlardan öyrənmişəm. Hazırdır, demək olar ki, hazırdır. Biraz da bunu döysəm, kifayətdir. Yaxşı olar ki, daha çox vaxt geçsin buna. Nə qədər çox döyürsən, nə qədər çox xırdalansa, o qədər yaxşıdır. Həm də iki tərəfli. Məndə bir balta var, ona görə iki tərəfli bunu döyə bilmirəm. İki tərəf, iki əllə daha yaxşıdır. Həm də biraz daha aşağı sürətlə edirəm ki, o yan bir yana çox sıçrama olmasın. Qəssabxanalarda ət döyüləndə, axırsan, tavanda da bir də görürsən ki, ət olur. Elə qəssablar da var ki, elə döyür geç. Ətin də ruhu incimir. Onu belə döyəndə həm də əsas məsələ o bişdiyi müddət ərzində ət daha tez bişir. Çünki ət artıq açılır, ət artıq yumuşalır. Yavaş-yavaş başlayayım tərəvəzləri də əlavə etməyə. Çünki o tərəvəzlə də birlikdə qarışmalıdır. Tərəvəzi heç tərəvəz taxtasında doğramıram. Birbaşa burada da doğrayıram, əlavə edirəm. Niyə görə? Çünki onsuz da bu bununla qarışacaq. Bu birbaşa buraya əlavə olunacaq. Ona görə də qorxusu yoxdur. Bibərin iç pərdə hissəsini mütləq çıxardın. Hətta adicə belə dişləyib yerkən də onu çıxartmağınız tövsiyə olunur, məsləhətdir. Mədəyə zərərdir.
ziyandır mədə üçün. Onu çıxartsaz daha yaxşıdır. Acı biber. Əlcəyimi dəyişim. Döymədən o artıq bağlıca boşaldı. Baxım görün buğlamanın vəziyyət necədir. Buğlama əladır. Yavaş-yavaş özü üçün buğlanır. Xırda-xırda özü üçün bişir. Maya çox olmamalıdır onun xəmirində. Çünki xəmir çox bişmiş, çox şişmiş olmamalıdır. Bəh. Pomidor. Bunlar nə qədər xırda doğranılsa o qədər yaxşıdır ki, daha rahat, daha tez ətlə qarışacaq, daha tez o həll olunacaq. İndi burada bir məsələ də var. Bunu əlavə etdikcə ət yavaş-yavaş pomidorun şirəsini, tərəvəzlərin, soğanın xüsusən də şirəsini öz canına keçirdəcək. Əla bir yeməkdir bu. Mən bunu ilk dəfə o çoban hazırlayanda, çobanın hazırladığını yeyəndə hazırlanmağı da mənə maraqlı gəlmişdi. Qızıdaydım onda. Hazırlanmağı da mənə maraqlı gəlmişdi. Sonra yedim onu, dadı da əlaydı. Düzdür, çobanın xurcununda belə qəşəng bir dənə balaca xəmir var idi. Götürdü o xəmiri yaydı. Bunu sacda pişirəndən sonra, yox, əvvəl o lavaşı pişirdi sacda. Sonra sacı çevirdi, onun içini bir balaca çayın suyu ilə yaxaladı, içində bunu qovurdu. Mən də şərik oldum o çobana, ondan nuş elədim, yedim. Yaxşı ki yemişəm, çünki onu o vaxt yeməsəydim, bugün bu yemək sizə təqdim olunmazdı. Bunun bir göyərtisi qaldı. Yağa ehtiyac yoxdur. Yağa ehtiyac yoxdur. Çünki quyruq var orada. Nə qədər xırda doğranılsa, o qədər yaxşıdır. Bunların heç birini ət çəkən maşından keçirmək məsləhət deyil. Çünki şirəsi dağılacaq. Soğan çox olacaq. Soğan bəsdir. Yarısı bəsdir. Böyük soğan idi ona görə. Balaca soğan olsa, onda 2 dənə götürə bilərsiniz. Orta ölçülü olsa, biri də bəsdir. Amma bu iri soğan idi. Ona görə də mən bunun yarısını istifadə edən bəsdir. Çoban buna sarımsaq qatmamışdı. Amma nəsə elə bilirəm ki, buna sarımsaq qatsam əla olar. Necə olar? Yavaş. Başlayırıq bunu xırda döyməyə. Tam olaraq bütün məhsullar bir-birinə qarışmalıdır. Hələ bunun göyərtisi var. Biraz soğanla həll olsun. Soğanın şirəsini, pomidorun şirəsini ət öz canına keçirsin. Ondan sonra mən ona göyərti əlavə edəcəm. Sonra onu bişiririk. Ya təndir çörəyi. Baxacam görüm nəyim olsa, onunla da nuş edəcəm. Təqdim edəcəm. Yeriniz məlum. Qəşəng fəsəli varımdır. Görürsən fəsəli ilə bunun dadı necə olar? Uyğun olar, olmaz. Ola da bilər, quyruqlandır. Quyruqla hazırlanmış çörəkdir. Amma ürəyimizi də vura bilər, bəli. O da yağlıdır, bu da yağlıdır. Bu yemək elmanı istəyir. Niyə elmanı istəyir? Çünki elman dadlı, ləzzətli, qurumuş, qızardılmış, üstü belə küncütlü, çörək otulu təndir çörəyinin
məkanını bilir. Ah, 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 ah. Bəh, bəh. Hələ döyülməlidir, hələ tezdir, hələ tezdir. Hələ tezdir bişirməsi üçün. Bir zəngimiz var, alo. Bəli. Salam aleyküm. Salam aleyküm. Xoş eşitdik. Ağaçarım usta, salam aleyküm. Necəsiz? Sağ ol. Kiminlə danışırıq? Sabirabaddan Uğuzəlidir. Uğuzəli. Bəli. Bəh, 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 bəh. Bir var qəşəng at, bir də var samballı at. Ha, Bu samballı at, heç vaxt eşitməmişəm ha, belə at. bəli, bəli. Kim verib sizə bu adı? Dədəm anam, nə bilim kim verir. Necə bir maraqlanmamışsınız, bir öyrənməmişsiniz ki, ha. Ha, mən. Be- Hə. Dədəm ölən 50-70 il. Ben de mi özledimden çıkıp Neçə yaşınız var? 71. Ay maşallah, Allah can sağlığı versin. Yəni bu Sağ ol. 71 ildə bir nəfərdən soruşmadınız ki, ha, ay atam, ay anam, ay qardaşım, ay bacım, bu Uğuzəli adını mənə niyə qoymusunuz? Nə, hardan gəlib bu adı? Görürüm deyirler uşağımız dedemin adı Umudəli olub, bu arada uşaq koyublar onu. Hə, ona uyğun qoyublar, hə? Amma qəşəng addır, ha, samballı addır. Hə. Hə, deyin Sağ görə ol. bu xam qovurma ilə aranız var yoxsa yox? Eşitmişdiniz belə xam qovurma? Ben xam koyulmuyor, ben balığa göre zəncələmişdim. Əcəb eləmişsiniz. Hardan zəng vurursunuz? Bir onu da bilək. Sabirabaddan. Bəh, 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 bəh. Nə gözəl. Deyin görək, Sabirabadda balıq buğlamasına nə deyirlər? Valla bizde ben bu yaşa kadar lembi çeşitmişim onun adım. He. Bu Ləmbic? Sabirabadda bir şeyde olan lembic değiller. Ləmbic deyirlər. Bu maraqlı addır. Maraqlı addır. Ləmbic. Nə deməkdir bu? Balık Türkiye'de güvertiyle balığın pişmesine lembic değiller bizde. Buğulamasına. Bəs quzunun içalatda nə deyirlər? Valla biz hemen tızbız bilmişik. Nə deyirsiniz? Tızbız. O yeməyin adıdır. He. Hə, o ondan hazırlanan yeməyin adıdır. Bəs içalatın adı nədir? Adım tabii yalan diyelim. Çox sağ olun zənginiz üçün. Maşallah, var olun, var olun. Təşəkkür edirəm sizə. Çox xoş oldu. Səsinizi də eşitmək, zənginizi də, adınızı da eşitmək. Qəşəng adlar var ha, qəşəng adlar var. Həqiqətən də. Bəh, 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 bəh. Reklam, əla, nə gözəl. Reklam vaxtıdır. Mən də burada tapıtığa başlayıram bunları döyməyə. Və qısa reklam arasından sonra burada xam qovurma olacaq. Buna bax, yaxından bunu götürə bilərik. Sənə bir əziyyət verirlər Rəşad. Bəh, 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 bəh. Mən istəyirəm ki, bu gözəlliyi sənin gözünlə bütün Azərbaycana çatdıraq. Mən istəyirəm ki, bax, buradakı ləzzəti, dadı, qəşəngliyi eləməz. Sənin baxışınla, sənin kameranla bütün elə obaya, el aləmə yayaq. Gözəlliyə baxayım, nə hazırlayıram burada? Mən xam qovurma hazırlayıram. Xam qovurmanın hazırlanması üçün də quzu əti, quyruq, acı biber, soğan, pomidor, indi göqrətdə əlavə edəcəm. Bunları qəşəng belə döyürük. Gördünüz ki, ət çəkən maşından keçirməmişəm. Hamısını xırdalamışam belə. Bunları döyəndən sonra, xırdalayandan sonra, indi buna göqərti əlavə edəcəm. Göqərti nələrdir burada? Keşniş, cəfəri, reyhan. Biraz da kəkliyotu əlavə edəcəm ora. Bunları qəşəng qarışdırıb yenidən döyməyə başlayacağım. Vaxt aparan işdir, hə? Çobandır da, oturub özü üçün. Quzular, qoyunlar özləri üçün yeyib içib kef edirlər, otlayırlar özləri üçün. Çoban da özü üçün xırda-xırda döyək deyir də.
Əsl vaxt aparandır düzdür, amma axırda ki bunu noş edirsən. Bəh. Qəşəng bir yuxa ilə. Yox, təndir çörəklə. İndi kim nə tapdı oyna. Ləzzət olur, ləzzət. Bax. Əla döyülü var. Əşə necədir döyülməsi? Orada qəşəngdir. Buna bax, bunu qəşəng vurasan lüləyə. Necə olur? Ləzzətli olar ha. Heç belə lülə olmayıb. Kim istəsə, dəsturu oğraya bilər. Yaxşı mənə də oğraya bilər. Halallığını verirəm. Halal xoşu. Əgər bir evdə çörək gedirsə, çörək qazanılırsa, ruzu bərəkət üçün nə isə öyrəniləcəksə, halal xoşları qoy öyrənsinlər. Adımı çəksələr də, çəkməsələr də, mənim üçün onun heç bir mahiyyatı yoxdur. Əsas odur ki, hər kəsin evinə bitkə çörək getsin, bir çörək pulu getsin. İndi oldu əla. İndi oldu qiyamət. İndi oldu ləzzət. Hazırdır artıq. Hazırdır, indi bunu başlayacağım qovurmağa. Bir dənə bilirsiniz nə çatmır. Baba sacım var. Olaydı burada köz. Olaydı burada kömür. Koyardım sacı közün üstüne, kömürün üstüne. Bunu da onun üstüne. Pişirərdim ləzzətlə. Tava da pis deyil, söz yox. Müasir sacdır. Amma ki, istənilən halda gerək sacda o dadı, ləzzəti tamamlayasan da. Qoyuram bunu tam belə qəşəng dağ olsun, isti olsun. Xam qovurma. Xam qovurmanı hazırlayıram. Necə hazırlayıram? Necə? Benim kızım demişken. Necə hazırlanır bu? Bunun hazırlanması üçün quzu əti, quyruq, soğan, pomidor, keşniş, cəfəri, reyhan. Sanki olan hamısını bir edam eləyirəm. Adlar çəkildikcəndə gedir, xırdalanır. Sıbaba bu belə qəşəng qiymələnir. Ləzzət. Hamısı birbiriyle qəşəng qarışandan sonra bunları bişirə bilərsiniz. Bişirdikdən sonra da kimin könlünə necə xoşdursa elə də nuş eləyə bilər. Sözünü desəm, Cabir deyir ki, nə var buna hazırlamağa? Mən deyir onu gəlib 2 dəqiqəyə orada döyüb hazırlayaram. Ay Cabir, sən biləsən mənim biləyim necə ağrıyır. Bilək ağrıyır, bilək. Bunu döymək vaxt zaman aparır. Necə hazırlayırdı Cabir? Vay. Allah rəhmət eləsin. Deyir ki, mənim nənəmin bir daşı vardı, o əti daşla döyürdü. Bəs o nənələrimiz, analarımız, o əllərin bacarığı, o əllərin ləzzəti, tuzu, nə bilim, təkrar olunmazdı. O daşla döymək, onları istədiyə mənə gəlir, onun şirəsi özündə qalır, dadı özündə qalır. Bu artıq hazırdır. Şokolad deyir, ət şokoladı. Gözəlliyə baxayım. Yeməklərin gözəlliyinin aşiriyəm. Amma təbii yeməklərdə, belə təbii yeməklər olanda, adama ləzzət edir. Yoxsa, xarici mətbəxi pisləmirəm, söz yox. Amma bizim xəmirimiz yoğrulub bu milli mətbəximizlə. Azərbaycan mətbəxi ilə. Bizim elə suyumuz da buradan gəlir. Bu olaydı indi sacda daha qəşəng bişərdi, söz yox. Yenə də təkrar edirəm. Əgər bunu bağda, evdə, həyətdə hazırlayacaqsınızsa, mütləq onu sacda bişirin, sacda. Bununki sacdır. Bununki közdür, oddur. Onda onun dadı, ləzzəti tamamlanır. Duzunu əvvəlcədən qatmışam, ona görə duz əlavə etməyəcəm. Birdən ay Cabir, əlim duza getsə, yeməyə duz qatmaq istəsəm, qoyma. Bir dayan komandası ver, mən də dərhal dayanım. Öz üçün pişmədə olsun. Görün bu balığın buğlaması necədir? Qəşəngdir bu da.
Öz üçün yavaş-yavaş bu da pişsin. Onunla da işim yoxdur. Burada nə var? Hə, bax burada ət qaynadıram. Lakin bu ətdən heç nə bişirməyəcəm. Bu əti saxlayıram başqa günə. Başqa bir gün bununla başqa bir yemək hazırlayacağım. Bugün isə bunun işgənəsi mənə lazımdır. İşgənəsi yəni bulyonu. Bunun işgənəsi mənə lazımdır. Onun işgənəsində nə hazırlayacağım? Turşsuyuq. Turşsuyuq yemişsiniz. Turşsuyuq maraqlı yeməkdir. Maraqlı şorbadır. Qəşəng sulu yeməkdir. Onun dadı, ləzzəti, tamın belə fərqli bir ovqatı var. Mənim xam qovurmam yavaş-yavaş başlayır. Bax, bu bişdikcə, indi bax, dəyərli operatorlarımız. Heç kəs bunu hiss etməyəcək sizdən başqa. Çünki burada, bu studiyada yalnız siz varsınız. Bunun qoxusunu yalnız siz duya bilərsiniz. Bax, bu pişə-pişə lahmacun yadınıza düşəcək. Bu pişə-pişə lülə kebab yadınıza düşəcək. Bu bişdikcə dönər, tantuni, bütün bunların hamısı yadınıza düşəcək. Alo. Sabahın xeyirli oğlum. Ay, sabahınız xeyir. Olsun. Sizi Təhnə xala yenə narahat edir. Necəsən mən balam? Əla, əla. Heç bir narahatlığı Sizin yoxdur. oğlu. Həmişə xoşdur. Təxminə xanım. Danışdıqca mən burada həm kövrəlirəm, həm sevinirəm, həm gülürəm ki, bizim nə gözəl oğlanlarımız var. Allah onları saxlasın. Sənin kimi oğulları Allah 2, 3 qat, 1000 qat saxlasın, sağlam eləsin. Allah can Mən sağlığı balam, versin sizə. Bəli. dünənləri Səlyandan balıq dolması Neftçaladan pişirirdilər. Hə. Amma Səlyanda da o dolmağı pişirirlər. Mən bir dəfə demişdim sizə. Deməli bir parça götürürlər, parçanın üstünə boranı yarpaqlarını düzürlər, demişdim. Aha. Sonra o balığı belə açıq formada onun içərisini doldururlar, nə istəsin, göyəm, alça, soğan, nanə, hamısını doldururlar, onun ağzını bükürlər, onu közdə pişirirlər. Mən o demişdim. Bəli, mənim yadımdadır. Közdə pişirirlər. Mənim balam Neftçalalı qızı onu Xofqada pişirdiyinə görə Sobada başqa pişirdi. cür pişirdi. Sobada pişirdi. Amma o dedi ya, dünən dedi. Bunda dedi. Hə, bu cunaya bükülən üsulunu da dedi. Bir ay, də sağ ol. o sobaya qoymasını da başa saldı ki, bunu əslində közdə bişirirlər. Buxarda, közdə pişirirlər. Kəndirdə də pişirirlər onu. Buxarda da pişirirlər. Bəli. Yəni qabaqlar ocaq, təndir dolması idi, ocaq qalıyırdılar, təzəkdən zaten üzr istəyirəm, yığırdılar, onlardan erirdilər. Bu öz yerində. Yox, mən yəqin gec açmışam ona görə. Çünki keçirtmişəm dün əvvəlli şey. Xoşdur, Təminə xanım, heç bir adı yoxdur. Ay Təminə xanım, bəs balıqdan hazırlanan buğlamanın adı nədir bilirsiniz? Elə buğlama bilirəm, atam, sərdindən qulaq asıram, o başqa cür eşitməmişəm. Bayağı bir cənab zəng etdi. Dedi ki, buna nə dedi adını? Qəribə bir ad dedi. Mütəlcəm dedi, mütəlcəm. Yox, mütəlcəmi idi, ləmbic dedi. Yox, ləmbic deyil. Biz Səlyan zonası, elə bastırma, nə bilim, közdə pişən buğlamadır. Buğlama düzdür, otda pişir, suda pişir. Amma onu başqa cür deyirlər. Deyən görün, balıq dolması deyirlər ona. Dolma, içi ki doldurulur. O ayrı Hətta yemək. mən şəhərdə bir yerdə güldülər ki, dolma nədir? Dedim, bax, içərisini belə dolur. İndi, amma mənim sizə balaca bir sualım var. Buyurun. Ət döyürsən bayaqdan Bəli, əlində, düzdür? bəli, bəli. O ət döyən əlindəki şeyin adı nədir? Baltadır, yoxsa başqa cürdür onun adı? O qiyməkeş deyirsiniz? Bizdə qiyməkeş deyirlər ona Səlyanda. Yox, qiyməkeş ayrıdır axı. Bu baltadır. Qiyməkeş Doğrudan. ayrıdır. Qiyməkeş bir balaca belə əyri olur. Uzun olur. Biraz belə uzun olur, əyri olur. O qiyməkeşdir. Oyuna belə rahat adam döyür. Ay sağ ol, onu özü ət taxtasının üstündə biraz da avalini olur, ət taxtasının Oval içərisində formada, yaxşı. bəli. Ət vayın bəyana qaçmır. Ay Təminə xanım, indi Can, bax, bir dənə də can. canınız bir bala, bir dənə də sual mən sizə verim də. Bəs Ver bax, atam. o ət taxtası deyirsiniz ha. Aha. Qiymə döyülən ət taxtası deyil axı. Onun bir adı var. Nədir? Adı nədir? Nədir onun adı? Bilmirəm, tut ağacından eləyirlər də onu. Bəli, bəli, bəli. Tut ağacının gövdəsindən biraz möhkəm olur da o. Nədir onun adı? Elə bizdə ət taxtası deyirdilər. Ona bəzi ustalar... Onun da bir adı var. Doğrudan, o bilmirəm. Onun da bir adı var. 72 yaşım var, Nə amma dedi Rəşad? bilmirəm. Rəşad nə dedi? Nə dedi?
Rəşad tapıb. Rəşad tapıb onun adını. Əhsən. Hə. Amma mən hələ demirəm. Amma mən sizdən soruşuram. Çox sağ olun Təminə xanım. Nə qədər zənginiz, ləzzət elədi adama. Səndə sənə qurban olsun. Sənə Allah quzu eləsin, var olun. kəssin. Sənin ağıllı balam. Çox sağ olun. Allah səni var eləsin. Balalarımın toyun görəsən yoldaşınla bahəm bir yerdə. Çox sağ olun, çox sağ olun. Minnətdaram sizə. Sən o qədər stimul verirsən ki, deyirəm bu produktların hamısını mən tapaydım məhsullarını, oturub pişirib yeyirdim mən. Hə. Qonağımız ola bilərsiniz həmişə. Çox sağ ol, gözümün işığı. Ürəyiniz istəyir, mən sizin qonağınız olum. Götürün bax, burada pişirdiyim yeməklər gəlim sizə. Çox gözəl. Mən bugün Səlyandayam, Səlyanlı qızıyam, Biləcərdə yaşayıram, amma indi Səlyandayam. Buyur gəl, birazdan sonra lap gözəl olur. 2 saata çatmaq olar, hə? 1 saata, 1 saata. Bax, Ağdayın, görə verişdən sonra çıxdıq, gəldik bir də görürüz. Bizə nə var Təminə xanım? Qurbandır evin sizə, gəlin. Hə, o bir söz var, deyir, araz aşığımızdan, kül tapığımızdan. Nə fərqi var bizə? Gələ bilərik həmişə. Çox sağ olun, zənginiz üçün. Var olun, minnətdaram. Oğlum, sağ ol, oğlum, balam mənim, sağ ol. Allah can sağlığı versin, var olasınız. Çox sağ olun. Hə, deyirəm, adam belə təriflər, xoş sözlər işləndə, ürəyindən bir sən nə keçir, nə eləmək istəyirsən. Az qalırsan ki, belə, niyə gətirəsən, amma belə eləyəsən. Yəni, adam utanır da söz əsr mənasında. Bu önlük deyil, ha. Ya, bu önlüydür. O qabağa bağlananın adı başqadır. Dünən Arzu xan birinci taxmış deyə verişin birinci hissəsində. O belə. Yox. Onun adı nədir? Əhsən. Bu Rəşad. Rəşad. Kameram. Qoy qurağa qardaş. Keç kulinariya. Keç kulinariya. Keç kulinariya. Və sözün əsr mənasında bu barədə bilgilərin də çoxdur. Yaxalıqdır. Bəli. Bəli, Həmdə xan, bəli. Yaxalıq. Yaxalıq. Bu isə önlüydür. Bəh. Bu pişə-pişə badımcan pomidor dolmasının içinin də qoxusu gəldi. Həmin o qoxu gəldi. Orxan, qoxunu hiss edirsiniz? Nə qoxusu gəlir? Nə? Tantuninin iyi gəlir, qoxusu gəlir. Rəşad, nə qoxusu gəlir bu yeməkdə? Gəlib çatmayıb buna. Hemen gəlirəm. Yəni, biraz yaxına gəlin. O biraz yaxına gəlin. O biraz mən sənə yaxına. Bax, qarışdırıram bunu. Bir dənə, bax, qarışdırırım. Ben biləmək, kamera ilə hiss edirsə, elə yaxşıdır. Bax, gəldi qoxusu. Nə qoxusu gəlir? Hamısı qarışıq. Qarışıqdır bu, qoxusu qarışıq. Qəşən qoxusu var. Görək də, Elman bizə bir dənə təndir çörəyi söz verib. Bax. Bunu qəşən qarışdırım, qovurum. Ləzzətli, özdə dən, bax. Bir dənə hissədə mən baxıram. Həqiqətən, özüm döydüyümə görə demirəm, özüm xırdaladığıma görə demirəm. Bu doğrudan belədir, kör, göz qabağındadır. Bir dənə də hissədə ət verib bütöv qalmayıb. Hamısı xırda, elib ət çəkən maşından keçirdirsən. Elman çörək almağa gedir. Sağ ol Elman. Var ol ayəm. Allah can sağlığı versin. Ürəyi başqa cür oğlandı da. İşə həmişə elə əmək göstərir. Elə zəhmət göstərir. Sevgi ilə, bilirsiniz, hər iş belədir. Bax, mən əgər bu yeməyə, bu sevgini, bu əməyi göstərməsəm, o dadlı olar iş. Bəh. Çox ləzzət edir ha mənə. Çox xoşum gəlir. Bilirsin nədən xoşum gəlir? Hər bir düyündə baxıram ki, görüm bəlkə bu iri tikə ətdir. Görürəm, yox, xırdalanıb. Əməlli başda elə bir bunları ət çəkən maşından keçirdim səni. Özdə tərəvəzlər də elə qəşən xırdadır ki, laf tərifləsəm deyə, özündən razılıq da olsa. Bilsən, bir var özündən razı olmaq, bir də var loğu olmaq. Özündən razı olmaq yaxşıdır. Adam özündən razıdır ki, mən bu işi bacardım, bunu elədim. Ya özünün bir motivasiyası var, özünə bir inamı var, özgüvəni var. Bir də var ki, loğadır. Vay. Vay o insandan ki, o insan loğadır. Bacardığı bir iş yoxdur, elə hey loğalansın, ətə bax. Rəşad Cəllabətdən gələn ətdir ya bu. Hələ bax istifadə edirəm. Əşən ətdir, şokolad kimi. Ağ şokolad, bəh. Əla bir şey, bunu başqa bir şey hazırlayacağım. Tiflis salatı hazırlamışdım. Hazırlamışdım bir dəfə burada. Tiflis salatı olur.
Onu gördüm, Tiflis salat yadıma düşdü ona görə. Deməli, işgənəyə Lənkərandan gəlmiş yumru düyünü əlavə edirəm. Bu yumru düyünü əvvəlcədən yuyublar, qurudublar, təmizləyiblər, arıtlayıblar. Bütün bunlara görə də sağ olsun Həmdə xanım. Onları qəşəng qarışdıraq. Deməli, qaşığım. Bax. Bunu qəşəng qarışdıraq. Bizə zəng gəlib. Hardan zəng gəlib? Ordubaddan. Bax. Çox sevdiyim yerlərdən də Ordubad. Ordubadın Qoşadizə kəndindən. Qoşadizə kəndindən eşitmişəm o kəndi də. Tanış gəldi mənə. Və oradan bir izləyicimiz Damət bəy bizə zəng eləyib. Damət bəy bizə öz sevgisini, hörmətini bildirib. Var olun Damət bəy, çox sağ olun. Allah sizə can sağlığı versin. Və Damət bəy deyir ki, məni babadır, ürəyi istəyir. Biz də gözümüz üstə deyirik. Canla başla onu təbrik edirik. Bugün Fidanın 10 yaşı, ay maşallah, artıq tək rəqəmləri qoydu kənarda, ikililiklərə keçdi. Fidan İsmailovanın bugün 10 yaşı olur. Biz arzu edirik ki, o 2 rəqəm, 3 rəqəm olsun, amma sağlıqla, salamatlıqla və o 3 rəqəmə də xoşluqla, hər zaman gülər üzlə çatsın. O bəzən deyirlər, xanım xoşbəxtliyi, qadın xoşbəxtliyi, o qadın xoşbəxtliyi, xanım xoşbəxtliyi nəsib olsun, o xoşbəxtliyi yaşaya bilsin. Və o xoşbəxtlikdən də onun ailəsi, xüsusən də Damət kişi, babası hər zaman xoş olsun. Nənəsinin adından təbrik edək. Allah can sağlığı versin. Bəh. Qovurmaya bax, sən xam qovurma. Sən Mərcan, bu qovurmaya kim nə deyə bilər? Tərifləyirəm, doğrudan tərifə layiqdir. Bu qədər tərifləyirəm, indi baxarsın. Ya soba partlayacaq, ya bu soba partlayacaq, ya burada nəsə alov çıxacaq, ya mənim özümü nəsə alacaq. Yəni, həmişə neysə tərifləyəndə bir başımıza bir iş gəlir də. Neyniyək? Hər ehtimala qarşı, Rəşad? Yaxşı, mənim gözüm üstə. Baş üstə. Rəşad deyir ki, nə qədər gec deyil, üzəriyi qoy yansın. Üzəriyi qoy tüstüləsin. Baş üstə, Rəşad. Mənim gözüm üstəyəm. Amma xam qovurmanı necə hazırlamışam, bir daha onu deyim. Qoxusu məni ləzzət edir. Ağlı başından alır adamın. Ləzzət edir adama. Yenə də deyirəm, bir dənə düyün qalmayıb, bir dənə hansısa hissədə tikə ət qalmayıb. Hamısı xırdalanıb. Yəni, elə bilirsən ki, ət çəkən maşından keçirdirsən bunu. Əhsən sənin əl işinə, ay ağa Kərim, əhsən. Mən sənə bir peşəkar kimi yanaşıram. Kulinar texnoloq kimi yanaşıram, mühəndis texnoloq kimi. Bəzən texnoloqu deyirlər ki, bu rus sözüdür. Bunu mühəndis xeyr. Mühəndis rus dilində mənim diplomum məhz o addadır. Bunu rus dilində deyirəm, amma Azərbaycan dilində tərcüməsini deyəcəm. Tam olaraq başa düşülsün deyə bunu səsləndirirəm. İnjiner texnoloqdur. Qida mühəndis texnoloqu. Yəni, qida mühəndisi ayrıdır, qida texnoloqu ayrıdır. Qida texnoloqu sırf yeməklərin hazırlanması, tərkib hissəsi, onların hesablanması ilə məşğuldur. Qida mühəndisi isə qida sahəsində lazım olan avadanlıqlar, alətlər, dəzgahlar, müəssisənin hazırlanması, müəssisənin tikilməsi, müəssisənin tikilməsində lazım olacaq o kamlan xəttlərə qədər xırdalıqlarda hər birində iştirak edən bir adamdır, o fikrini bildirən bir adamdır. Mühəndisdir o. Bir də var texnoloq. Texnoloq sadəcə qidaların tərkib hissəsi ilə məşğuldur. Yəni, mən bir qida mühəndis texnoloqu olaraq bu aşpaz Ağa Kərimin, həm də usta aşpaz Ağa Kərimin işini bəyənirəm. Qida üzrə mütəxəssisdir. Mühəndis olub, indi bu dəqiqə mütəxəssislər çoxdur. Mən baxıram bir çox verilişlərdə, heç kəsi pisləmirəm, amma sadəcə olaraq baxıram hərdən reyting xatirinə. Mütəxəssis, məsələn, əstəğfurullah, yəni bu bir təkəbbürlü özündən razılıq, lovğalıq kimi səslənməsə, amma əsl mütəxəssis mənəm hal-hazırda. Çünki həm usta aşpazam, həm mühəndisəm, həm texnoloqam,
Yəni bunlar hamısı bir əsl mütəxəssis mənəm. Amma bəzən də görürsən ki, yalnız birində olur, kəkli otunun çubuğundan götürdüm. Bəh. Ləzzət deyə ləzzətdir. Bunu yavaş-yavaş başından keçə bilmərəm. Keçsəm o yan bu yana, o yana bilər. Özdə bu dəqiqə şirəsini də çəkib canla. Hazırdır ki, bir dənə qızarsın, balcı yapışsın. Balığın buğulaması. Vay. Bir bu gözəlliyi görəsiz burada. Hələ görmün, birazdan görərsiniz. Bir var görmək, bir var baxmaq. Görməklə baxmağın da fərqləri var ha. Məsələn, hamı öküzü görüb. Düzdür? Öküzün boynuzu qulağından arxadadır, qulağından qabaqdadır. Öküzün boynuzu qulağından qabaqdadır, qulağından arxadadır. Qulağından arxadadır, qulağından qabaqdadır. Qulağın yanındadır. Amma özü qabağa gəlir. Özü qabağa. Deməli, kimsə baxır, kimsə görür. Kim baxıb, kim görüb. Bax, yəqin ki, fikrimi çatdıra bildim sizə. Baxmaq, görməyin fərqi var budur. İndi mən ona baxmışam. Amma siz onu nə gördünüz, nə də baxdınız. O nədir, o barədə bir balaca məlumat verəcəm. Amma gəlin mən sizi hələ bu xam qovurmadan məlumat verim. Bax. Elə deyirlər, deyirlər yemək küsür, havaya vurmaq olmaz. İnancılar var, inancılar çoxdur. Yeməyinizi bişirək. Deməli, xam qovurma üçün nə lazımdır? Götürdüm, quzu əti. Biraz da quyruq, biraz yox, hələ eyni miqdardaydı. Quzu, quyruq. Bunları döydüm, xırdaladım. Sonra oraya əlavə elədim bibər, acı bibər, pomidor, soğan. Yenə döyməyə başladım. Sonra əlavə elədim oraya reyhan, cəfəri, keşniş. Yenə də döyməyə başladım. Bunları o qədər döyürük, o qədər xırdalayırıq, o qədər bunları qarışdırırıq ki, əməlli başlıma qiymi olur. Bunu kiməsə göstərsən, deyər ki, ət çəkən maşından keçirilir bu. Getdi ağı kəlmin əziyyəti. O qədər orada tak döymək bir kəlmə ilə getdi. Amma dadını, ləzzətini indi bax, indi bir də bunun eynisini ət çəkən maşından keçir. Onu da bu qayda ilə hazırla. Sən oradakı fərqə bax, sən oradakı dadın fərqinə bax. Onun şirəsi hara, bunun şirəsi hara. Onun ləzzəti hara, bunun ləzzəti hara. O fərqi edib yoxlayanlar bilirlər. Bax. Deməli maraqlıdır ki, görüm necə bişib bu. Dadına baxın. Düzün desəm, bayaqdan əlim dinc dayanmır. İstəyirəm orada sarımsağı qatıb. Amma bilmirəm, hələ ki bilmirəm. Birazdan qatacağım, burada bir qaşıq var. Dadına baxın, görüm necə ət pişib. Rənglərə baxırsan burada. Nə deyim sizə? Necə bundan danışım? Bilmirəm. Həqiqətən bilmirəm. Yəni, mənim sözüm yoxdur. Qoy musiqi danışsın. Bu da bizim xam qovurma. Azərbaycan səsini gəlsin. Bəh. Necə, Rəşad, eşitmədim. Bunun yanlışı nə? Nə dedi? Qırmızı soğan. Oy, əla olar. Heç, mən də onu fikirləşməmişdim. Amma sən düz deyirsən. Gəl. Qırmızı soğan hansı balacanı götürün. Qırmızı soğan özü necə? Göyərti ilə qarışdırsam çox olacaq. Burada göyərti var. Bəs o necə? Necə Orxan? Denə. Fərqli. Nə ilə qarışdırsam? Nə? Smaqla.
Yaşa bakalım. Bəli. Qırmızı soğanın dadını tamam dəyişəcək. Amma onun ləzzətini kim tamamlayacaq? Nə tamamlayacaq yox ha? Kim tamamlayacaq? Onun ləzzətini, dadını kim tamamlayacaq? Verilişin dəvdəməli insanı elma. Təndir çörəyinə. İçini de doğradım attım. Neyse olmaz. Sumak. Sumak hardadır? Sumak. Bakın görün burada almıştım. Sumağım oradaydı o sumak. Yenge onu harasa döktüm, hardasa sakladım. Sumak. Sumak lazımdı mənə, sumak, mətbəxdə sumağım. Vay. O kırmızı soğan bu dəqiqə heyecanla məndən sumaq gözləyir. Əla, tapdım. Tapdım. Bundan götürün biraz. Bəh. Başqa nə istəyirsən? Bir damcı, yaxşı. Bir damcı deyir mənə ağ sirkə əlavə elə. Bir damcı. Əla, bəsdir. Hə, nə oldu yenə? Nə istəyirsən? Baş üstə. Dedi, bir daha da ağa kərim varsa, nar şarabdan qat mənə. Ya, bu soyadı. Əla. Əlo. Salam, Ağakərim Usta. Salam aleyküm. Necəsiz? Əla, mükəmməl, möhtəşəm, çox yaxşı. Siz necəsiz? Şükür Allah. Ağakərim Usta, mən cavab vermək istəyirdim ki, öküzün boynuzu qulağından arxadadır, yoxsa öndədir? Hə. Öndədir, mənim fikrimcə. Bir də başqa bir nələrisə bölüşmək istəyirdim sizlə. Buyurun. Kiminlə danışırıq? Əvvəl bir də onu deyin. Mən Bakı şəhərindən Mehriban xanımdır danışam. Aha, hə. Mehriban xanım, baxmısınız öküzün boynuzuna? Mən əvvəldə kətçi balasıyam da. Aha, kənddə böyümüsünüz. Hə. Və deyirsiniz ki, orada baxmısınız. Görmüsünüz yoxsa baxmısınız? Yox, həm baxmışam, həm görmüşəm. Həm baxmısınız, həm də görmüsünüz. Əla, çox gözəl. Hə, indi deyin görə başqa nəsə təklifiniz vardı deyirsən. Başqa, mən həm sizdən, həm düzdür, mən sizə düzdür, mən də injiner texnoloqam, amma başqa mühəndis texnoloq. Elə bil, mən bir dəfə tamaşaçılarla bölüşmək istəyirəm fikrimi, həm də sizlə. Mən bir dəfə çox aşpazlara sual verdim ki, neyniyək ki, bu kartof yeməkdə pişəndən sonra bərk qalmasın. Düzdür, hərə çox sağ olsun, hər bir kəs başqa mənə cavab verdi. Mənim cavabım isə, mən onu özüm kəşf elədim ki, kartoşkanı elə bil tutaq ki, bozbaş pişirirsən də, bozbaşı soğanla qovurursan, sonra əti götürüb kartoşkanı orada tam pişirirsən, yəni qovurursan da, sonra əti onun üstünə tökürsən, sonra ehmalca onun bulyonunu tökürsən, onda heç vaxt kartoşka o soğuzun içində bir gündə qalsa bərkimir. Yəni, onu ürəyincə bölüb yemək olur da. Bunu demək istəyirdim. Bir də mənim qızımın bugün ad günüdür. Xədicə xanımın 20 yaşı tamam olur. Neçə yaş tamam olur? 20. Ay maşallah. Allah canı sağ eləsin. Biz də həmin Xədicə xanımı da təbrik edirik. Allah can sağlığı versin. O elimizdə bir söz var da, deyir gözlü dolusu görəsiz. Bəh. Çox sağ olun. Gözəl sözdür bu. Çox sağ olun zənginiz üçün. Allah sizə can sağlığı versin. Minnətdaram sizə. Qısa bir reklam arası var. Reklamdan sonra bu yemək qalacaq, qalmayacaq söz vermirəm. Qısa reklam arası var. Bir gün bir bəndə Allah'a yalvarır ki, yəni mənə pul yetir, ruzu yetir. Bunun qonşu eşidir. Başlayır ona
yavaş-yavaş köməklik göstərməyə, hörmət etməyə, dəstək olmağa və bu həmin qonşu bir gün ailəsi olur, öz uşaqları olur, özünün də xərcləri çoxalır, başlayır həmin o köməyə ehtiyacı olan qonşuya biraz az köməklik etməyə. Deyir ki, həmin o köməklik ehtiyacı olan qonşu da yenə əlini qaldırır, deyir, yarım, mənə köməklik etməyinə dəstək olmağa, dəstək olursan, yardımcı olursan, amma mənə bu qonşunun əli ilə kömək olma. O hər dəfə mənim pulumu kəsir. İndi, ay Elma, mənə üçün çörək gətirdin, çox sağ ol. Amma mənə çörəyi birbaşa gətir. Yoxsa o yarımçıq gəlib çıxır bura. Və Elma sağ olsun, çörəyi qəşəng isti-isti getdi dərhal mənim üçün təndirdən çıxartdırdı, götürdü, gəldi. Çörək belədir ki, ümumiyyətlə, mən heç kəs qıramıram, özüm deyirəm. Əvvəl ev üçün çörək alındı, 2 dənə çörək alırdım. Ne üçün? Birini çünki gələndə yarı yolda girdim. Yarı yolda girdim, yəni evə qədər çatmırdı heç. Amma çörək isti-isti yemədin, Bizim ümumiyyətlə, yemək mədəniyyətimizi Avropanın yemək mədəniyyətindən fərqləndirən əsas amil bundan ibarətdir ki, bizdə yemək olsa, onu çörəklə yərik. Olmasa yavan çörək də bizə kifayətdir, bəsimizdir. Amma Avropada çörək olsa, onu yeməklə yərlər. Olmasa elə boş yeməklə də, yəni kifayətlənərlər. Bizim üçün əsas çörəkdir, bax. Elman sağ ol, indi yoxlayıram, görün bunun dadı necədir. Yox, çox olur. Bir bağlaca. Xam qovurmadır bu. Bir dənə soğanla. Hələ belə dadına baxmamışam ki, efirdə birbaşa baxım. Lülə kebab. Sadəcə lülə kebabın ən ali, ən dəyərli dadı, ləzzətidir bu. Bambaşqadır ya, bambaşqadır. Həqiqətən də çox ləzzətlidir. Xam qovurmanı deyəcəm. İndi nə hazırlayıram, ondan danışım. Sobadakına baxmıram. Çünki özü üçün dəmdədir, buğlanır. Xırda-xırda buğlanır özü üçün. Mən burada nə hazırlayıram, bax bunu deyim əvvəl. Deməli bu turş sıyıqdır. Turş sıyığı hazırlamaq üçün nə edirəm? Soğanı doğradım, yağsız tavada onu biraz pörtlədirəm. O ki dibi bir balaca tutur ha. Onda düyü bişirdiyim işkənədən bura əlavə edirəm. Şirəli formada. Sonra ona sarımsağı qatıram. Sarımsaqlı turş sıyıqdır bu. Sonra yer kökü əlavə edirəm. Yer kökü də 4 yerə bölüb nazi-nazi doğrayacağım. Bunun fərqi yoxdur. Yağ soğanla da qovura bilərsiniz. Birbaşa düyü bişən işkənəyi də əlavə edə bilərsiniz. Fərqi yoxdur. Mən düyü bişən işkənəyi əlavə elədim. O da qəşəng özü üçün pörtlənsin. İndi əsas məsələyə keçim. Bəh. Turş sıyıq da çox əla bir yeməkdir. Mən ümumiyyətlə sizə tarixi və çox qeyri-adi yeməkləri təqdim edirəm. Amma burada bir məsələ var. Mən sizə heç nəyi gizlətmədən bunu təqdim edirəm. Lakin bunu bu dadda, bu ləzzətdə hazırlamaq hər adamın işi deyil. Bilirsiniz niyə görə? Birincisi, mən bunu oxuduğum kitablarda hansı tərzdə, hansı ab-havada, hansı ovqatda yazıldığını duyaraq bu yeməkləri bərpa etmişəm. Onlar necə yazılıb, hansı ruhda yazılıb, nə üçün, yəni əsas məqsədləri nə olub, bu yeməyi necə təqdim etmək istəyiblər. Bax, o formanı hiss edərək bunları bərpa etmişəm. İndi bu turş sıyığın ispanağıdır, göy soğanıdır, nanəsidir, cəfərisidir. Bunları da əlavə edirəm. Çox xırda doğramaq lazım deyil bunları. Biraz iri formada qalmalıdır.
Belə bu formada. Bəh, 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 bəh. Göyərtin iyi adıma ləzzət edir. Onun da qoxusu bir başqadır. Biraz iri formada saxlayırıq. Səbzi üçün doğrayanda, biraz bundan balaca doğrayırıq. Amma mən bunu biraz iri formada saxladım. Əssalam. Keçiladıq yavaş-yavaş təqdimatlara. Deməli, xam qovurmanı təqdim elədim. Xam qovurma çox qəşəng yeməkdir. Amma onun əsas dadı, ləzzəti elə bax, bu çörəklə gəlir. Təndir çörəyinə. Həm doyumlu, ləzzətli, həm də onlar niyə olmur ki? Uşaqlar üçün deyirlər, məktəbə qoymaq olar ki, aparsın məktəbdə özü üçün nuş eləsin. Niyə olmur ki? Sadəcə olaraq soğansız. Yoxsa sinifdə ondan başqa heç kəs olmayacaq. Elə də ki, bu qırmızı soğandır, qoxusu yoxdur. Əslində soğanın adı çıxıb, ha. Yaxşı tutardım, bıçaq əlimi kəsmədi. Əslində soğanın adı çıxıb ki, qoxusu olur. Soğan ağız təravətləndirəndir. Soğan ağzı təmizləyəndir. Bakteriyaları öldürəndir. Soğan çox yaxşıdır. Bəh, 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 tursuyğum yavaş-yavaş pişməsində olsun. Biraz şirəsi çəkilsin sonra. Balığı təqdim edim, yoxsa yox? Rəşad deyir elə. Rəşad deyir elə. Rəşad, bir haradasa... Qoy görüm, saata baxın. Deməli, 5 dəqiqə qalsın. O vaxtda dəqiq baxmaq istəyirəm, ona görə 230 dərəcəyə qoydum. Belə qızarmağına əladır. Amma çox yaxşıdır. Birdən qoyaram, yanar. Yox, qoy biraz azaldım. 200-ə qoydum. 200 dərəcə kifayətli onun üçün. Nə suallar vermişdim bugün? Hələ ki cavabı gəlməyib. İçalat nədir? Bunun cavabı gəlmədi. İçalatın adı nədir? Balıq buğlamasının adı nədir? Ləmbici dedilər. Gəl heç kəsin haqqına girməyə düz deyiblər. Çünki Uğuzəli idi adı. Səhv etməmişəm. Tay zəng etmişdi ya, 71 yaşında. Uğuzəli bəy ilk zəng elədi. Dedi ki, bunun adı Ləmbicidir. Amma ondan əvvəl bizim operatorumuz Rəşad demişdi. Orxan demişdi. Ki bu Ləmbicidir. Turşsuyuq hazırdır. Bir balaca turşsuyuğun dadına baxım. İnanmıram ki, kökü də hazır olar, amma yenə də dadına baxmaq istəyirəm. Biraz dəm istəyir. Hələ göyərtlər də hazır deyil. Göyərtlər təzə əlavə eləmişim, hələ bişməyib. Biraz odunu azaldım. Ətin qaşığı ilə baxarım, heç olmaz. Duz qatmışdım. Düzdür, işkənəyə duz əlavə eləmişdim. Bax. Bax, bu həlimdə olmalıdır. Nə çox duru, nə də qatı olmamalıdır. Bu həlimdə olmalıdır. Hətta mən bunu odunu söndürürəm. Qoy bu öz buxarında, öz dəmində qalsın. Çünki əlavə su qatsam ona dadı qaçacaq. 100%. Baxın. Bəh, qoxusu əlavə. Çox qəşəng qoxu gəlir bundan. Sizə bir şey etiraf edeyim. Biraz duzlu olur. Əladır. Çox qəşəngdir. Biraz duzlu olur. Etiraf edirəm. Əladır, pişib. Kökü də pişib, bax. Yox, duzluğa görə su əlavə eləsəm dadı qaçacaq. Bunun ləzzəti bu özü bundadır ki, bu qatılıqda olmalıdır. Bax. İndi turşsuyuğun əsas dadı, ləzzəti gəlməlidir. Bu necə turşsuyuq oldu? Turşsu yoxsa bu necə turşsuyuq olur? İndi bunun əsas dadı, ləzzəti gəlməlidir. Deməli, əvvəla deyim ki, bunu... Amma dadlıdır ya, çox. Çox qəşəng.
Səhər-səhər ac qarnına ləzzət edir. Necə hazırlamışam deyim sizə. Deməli, yumru düyünü ət işgənəsində bişirdim. Onun üzərinə əlavə elədim göy-göyərti, ispanaq, cəfəri, keşniş, süd, göy soğan, nanə və əlavə etdik. Kənarda soğanı qovurdum. Bu soğana sarımsaq əlavə etdim. Qovrulmuş soğanı sarımsaqla birlikdə qatdıq həmin o şorbanın içinə. Bunu qəşəng qarışdırırıq. İndi keçirik onun əsas dadını. Əslində ona palçıq turşu deyilir ya, ru. Ru da deyirlər, rüb də deyirlər. Ondan əlavə olunmalıdır. O da varımdır. O da varımdır. Bəli, turşudur. Turşudur. Çatdırdınız mənə. Sən özüm də oxum buradan. Bilən baxın. Özü ki var. Bəli. Qəşəm. Qapaq da hərəkət edir. Hə, bunun əsas dadı, ləzzəti. Ba. Bəh. Qəşəng bunu qarışdırdıq. Bunu qəşəng qarışdırıram. İndi bunun dadı tamam dəyişəcək. Mən sizə bir söz deyib, deməli, ümumiyyətlə, yemək bişirmək təkcə sadəcə bir ərzaqları doğrayıb, qarışdırmaq, onlardan nəsə hazırlamaq deyil. Yeməyin bişirilməsi üçün bir çox elmlər lazımdır, bilinməsi lazımdır. Kimyadır, fizikadır, anatomiyadır, orqanizmin təsirinə görə deyirəm, zoologiyadır, heyvanların xüsusiyyətini bilməlisən, biologiyadır, bitkilərin xüsusiyyətlərini bilməlisən. Bütün elm, mən sizə bir dənə söz deyim, hətta ədəbiyyatı da bilməlisən. Niyə görə? Çünki hələ əsrlər öncə Şeyx Nizaminin əsərlərinə, yazılmış Şeyx Nizaminin əsərlərinə baxırıq. Yeməklə bağlı nə qədər yazılar var, nə qədər fikirlər var. Onları araşdırmaq lazım, onları çıxarmaq lazımdır. Və mən də fəxrlə deyirəm ki, mənim verilişimizin savadlı bir redaktor var. Deyir ayağa ki, bir qulağımda deyir, mən də qulaq asıram. Deyir ki, bu qapaq burada hərəkət elədi ya. O bilirsən nəyə görə idi? O böyük bir fizikadır. Bəli, mən bura qapağı qoydum, bilməm fikir verdiniz yoxsa yox. Qapaq oradan bura sürüşə gəldi. Məgər burada meyilli var? Yox, meyilli yoxdur. Axması ola bilməzdi. Bəs niyə görə oldu? Çünki mən qapağı qazanın üstündən götürən kimi qoydum bura. Onun istiliyi var idi, onun içərisində buxar var idi. O havasızlıq əmələ gətirdi, vakuum əmələ gətirdi. Və içərisi nəmli olduğu üçün də onu hərəkətə gətirdi. O hava oradan çıxmalı idi. O qabağa gəldikcə, yavaş-yavaş havasının arasından çıxartdı. Bəli. Ona görə də bilgi mütləqdir. Deyir, Allah canını sağ eləsin. Çingiz Abdullayevin gözəl yazışımızın məsələlərini çoxsunu oxumuşam. Onun gözəl bir fikir var. Deyir ki, ağıllı ananın ağıllı və savadlı övladları olur. Odur ki, hər zaman hanımların savadına xüsusi diqqət etmək lazımdır. Allo. Salam aleyküm. Aleyküm salam. Qolunuza qüvvət. Neyiniz, necəsiz? Kiminlə danışırıq? Tünzali xanımla danışıram. Tünzali xanım hardan zəng vurur bizə? Bakıdan. Əcəb eləyirsiniz. Ay Tünzali xanım. Can. Bu canınız bir bala, turş sıyıq, xam qovurma. Bunlardan hansı daha çox xoşunuza gəldi? Vallahi inanırsınız, o birisi daha hoşuma geldi. O Hansı? şorbanı birinci defede görürdüm. Hansı xoşunuza gəldi? O ikincisi hoşuma geldi. Çorba verdim, o birisi daha çok hoşuma geldi. Ham Biri qovurma. çorbaydı, o birisi neydi? Xam qovurma. Han qovurma elbette ki daha çok hoşuma geldi. Mənim də çox xoşuma gəldi. Əla Hoşuma yeməkdir o. geldi. Çox qəşəngdir. Deyirəm ki, o deyirsiniz malın çalatına ne deyirlər? Yaxşı bir tava cızbız deyirlər ona. Belə qəşəng ola o çörəklə yeməyə. Cızbız. Cızbız yeməyin adı da Kərim ağa. xalq. Ay Tünzali xanım, cızbız yeməyin adıdır. Bilirəm də zarafat
zarafat üçün deyirəm ki, bir tava qəşəng cızbuz. Deyirəm, bu günləri hamısını təbriklər günüdür. 2 dənə xanım qızımızın adı günü idi. Mən də onları təbrik edirəm. Bu günləri bizim həyat yoldaşımızla 49 ildir ki, biz bir yerdəyik. Mən istəyərdim ki, mən o qızları təbrik edeyim ad günlərini. Cənabın adı nədir? Hə? Cənabın adı nədir? Eldar. Eldar. Eldar müəllimi biz ürəkdən təbrik edirik. Bir 70 olar. Bəli. 70 yaş olar. Bəli. Ay maşallah. Deməli bu gün yubileydir. Bəli. Bax. Gələn il qızıl yubileydi, 50 idi. Bu illəri 49'dur da. Gələn il qızıl toydu. Bəli. İndi 49'dur. Bəli. 49 ildir. İstərdim ki, o qızlar da Ailəlidirlər. beləncəyə öz yarılarını tapsınlar, xoşbəxt olsunlar və bir-birinə hörmət münasibətdə olsunlar və saadətlərinə qovuşsunlar. Aytın Zalə xanım. Bəli. Allah sizə can sağlığı versin. O deyir, Versin. qoşa qarıyasız. O Çox fikir sağ olun. gəlib bugünə qədər çatıb. Və Allah həmişə sizi cavan ruhda saxlasın. Əsas budur. Çox sağ olun. Deyin görək. Bax, 49 yaşa çatmağın səbəbi odur. Bizi nə qədər izləyən tamaşaçılarımız var. Bəli. Uzun evlilik ilinin sirri nədir? Evli ilinin uzanmasının sirri nədir? Bilirsiniz nədir, Ağa Kərim ağa, mən sizə bir dənə şey deyim. Sadəcə yaşayın özünüz üçün, bir-birinizi çürütməyin. Yaşayın, artıq da söhbət olmasın. Mehribançılıq, hörmət, qarşılıqlı münasibət. Bunlar hamısı gəlib bu yerə çatdırır. 49 ilə, 50 ilə, 55 ilə çatdırır. Bəli. Əsas odur ki, çürütməyin. O söz məhləzit elədi. Əsas odur bir-birinizi deyib çürütmüyor. Bəli. Bir-birini çürütmədi. İnanırsınız, gedəcək. Çox sağ olun. Çox sağ olun zənginiz üçün. Minnətdaram sizə. Var olun. Elə 50-55 il ömür sürmüş bir adamla soruşurlar ki, uzun evli ilinin sirri nədədir? Qadından soruşurlar. Qadın deyir ki, mən həmişə çalışmışam ki, ailəmdə sülh olsun. Ailədə heç kəsin sözünü kəsməsin. Hamı bir-birini başa düşsün. Bəs kişidən soruşurlar ki, bəs sizə görə uzun evliliyin sirri nədir? Kişi sakit durur. Deyir, müəllim, uzun evliliyin sirri nədir? Kişi yenə danışmır. Deyirlər, uzun evliliyin sirri nədədir, cənab? Bəlkə deyirlər, bir eşitmə əngəllidir, bir eşitmə qüsuru var. Kişi sakitcə dayanır, gülümsəyir. Deyir ki, cavab nə olacaq? Deməyəcəksiniz, heç deməyəcəksiniz. Deyir, elə cavabım budur. Sadəcə susmuşam. Çünki evliliyin ilk illəri sənin üçün maraqlı, əyləncəli olsa da, sonraki illərdə yaşadığın əziyyətlər, çətinliklər, lakin yalnız və yalnız övladlarının xoşbəxtliyi üçün susmağa səni vadar edən vərdişlərdir. Odur ki, vərdişiniz susmaq olsun. Susduqca hər zamanda sülh olacaq, susduqca hər zamanda sakitlik olacaq. Sakitcə susmaq lazımdır. Bu kişilər tərəfdən deyək, xanımlar özləyə bilərlər. Gəlin sobada yeməyimizi çıxardaq. Bəh. Yo, Azərbaycanı çıxartmayacağım. Buna uyğun qəşəng bir hava verməsən çıxartmayacağım. Qəşəng bir havası gəlməlidir. O yeməyin öz havası var. Baxmayın ona, heç bax, göstərmirəm onu. Onun bir havası. Nə havası verəcəksən Azər? Deyə görək. Gəlir. Nə havası gəlir? Yaxşı hava gəlsə o yeməyi çıxardacağım. Yaxşı hava gəlməsə gözləyirəm. Görüm ona uyğundur yoxsa yox. Qızıl balıqdan, qırmızı balıqdan, fareldən balıq buğlaması hazırlamışam. İçində göyərti, xama, zirinc, bunları qarışdırmışam, balığı qəşəng duzlamışam. Ləzzətli bir xəmir eləmişəm ki, bir balca maya qatmışdım. Sadə mayalı xəmirdir, amma çıxartmıram. Qəşəng hava gəlməlidir. Görüm, yaxşı bir hava. Hava. Mənə görə hava önəmlidir. Mənə görə musiqi önəmlidir ya. Həqiqətən. Yemək bişirəndə də musiqi önəmlidir, vacibdir. Təqdimatlarda da. Yox. Bu havası deyil. Balığın havası deyil. Alo, bağlayıram. Alo.
Alo. Salam aleyküm. Aleyküm salam. Kiminlə danışırıq? Ruxsarə xanımla. Ruxsarə xanım. Bəli. Bəli, şirin. Deyin görün, bu balığa hansı hava yaraşar? Bu balıq buğlamasına hansı hava yaraşar? Bu balıq buğlamasına bir tərəkəmə. Bir tərəkəmə yaraşar. Hə, deyirsiniz tərəkəmə ilə onu çıxartmaq olar. Bəli. Hə, indi deyin görə başqa fikriniz nə idi? Başqa fikrim o idi ki, biz o balığın adına qurqut deyirdik, qurqut. Balıq adına? Hə, o balıq pişirirsiniz orada, deyirdiniz o balığın başqa nə adı var? Aha. O qurqut, qurqut. Siz yəqin ki, Qarabağlısınız. Mən Zəngilandanam, Zəngilandan. Bəli, Qarabağlısınız mı? Qarabağlılar qurqut içliyə deyil. Onu balaca balıqların için doldururduq, Bəli. yan düzürdük qazana. Biber, pomidor, soğan, qatma qarış elib yığırdıq içərisinə. Balaca balıqlar düzürdük, üstünə yağ koyurduk, bir az da su tökdük. Öz buğunda pişirdik, ona biz qurqut deyirdik. Həkəridən gəlmə balıqlardan. Həkəri balığı da, həkəri şüyüt balıqlar, həkəri balığı. Bəh, ləzzət, ləzzət. Nə vaxt bizi bir qonaq edə bilərsiniz? Həmin o həkəri balıqları ilə qurqutdan yeməyə. Allah koysa kəndimiz aldı və Zəngilan. Kəndimizə köçək, onda sizi belə Abadlaşdırma işləri gedir, bəli. bütün Xəzər işçilərini dəvət edirəm Zəngilana. İnşallah yenidən qurma işləri tamamlansa, abadlaşsın. Artıq böyük köçlər başlayıb və hər kəs artıq öz evinə, eşiyindən qayıdır. İnşallah biz də sizə gələcəyik. Gündə sizin verilişə 8-in yarısından baxıram ta onun yarısına qədər. Maşallah, çox sağ olun, ay Ruxsarə xanım. Minnətdaram sizə, var olun. Hə, Azər, nə oldu, bir tuş? Gəlir yoxsa yox? Baxın. Bunu kəsib, onun içinə baxmaq lazımdır ki, o necədir? İçalatda nə deyirlər? Hə, yox, dəst demirlər ona. Dəstin rus dilində. Bəh. Vay. Əslində bunu töv çıxardım. Necə fikirdir? Əla fikirdir. Nəşər fikir, töv çıxardım onu. İstəyirəm onu kəsəndə belə şirəsi olur. Onun o şirəsinin dağılmasından ləzzət alaq, həzz alaq. Hə, götür onu. Götür. Əla, biraz da. Altı hardasa yapışıb. Harda yapışıb? Harda yapışıbsa onun qarşısını almaq lazımdır dərhal. Bunu ayırmaq lazımdır. Bu yemək. Bəh. Ləzzət, ləzzət. Tez. Bunun ləzzəti elə bundadır da. Bu əsl kürə forması, əsl kürə. Həkim baxmasaydı yeyərdim. Həkim baxmasaydı yeyərdim o hissəni. Sonra deyəcək mənə ki, niyə yanmış qidalardan yeyirsən? Olmaz. Bax. Rəşad uğurlu deyə. Ay Rəşad, sənlə birlikdə açın. Bəh. Balığına baxaq. Balıq indiyə bişməyinə deyir. Balıq indiyə peşmək olar. Pişməkdən keçib artıq onunki. Bəh. Buna çəngəl, yoxsa, yox, necə deyirlər, ət, balıq, kəllə, bunlar yilər əllə. Bir baxın, duzlu. Mən sizə deyim, turşuya turşu qatdım, duzluq öldü.
Bu həqiqətən də başqa aləmdir. Bax, qonaqlıqlara gedirik. Yeməyin içində bir dənə tıx olsa, gəlib mənim qabağıma çıxacaq. Yeməyin içində bir dənə sümük qalsa, bir dənə tum qalsa, o da gəlib mənim qabağıma çıxmalıdır. Bol boyda balıq yeməyində bir dənə tıx var idisə, o da gəldi mənim ağzıma çıxdı. Deməli, balıq buğulamamız da hazır. Necə hazırlamışam? Vaxtımız var deməyəm. Tez deyirəm. Deməli, farel balığını qəşəng duzladım, yığdım mayalı xəmirin içinə, onun üzərinə əlavə etdim xamalı, göygöyərti, zinclə birlikdə qarışığını, ağzını bağladım və qoydum sobaya. Təxminən saat yarımdır ki, orada qəşəng bişir buğunda, ləzzətlə buğulandı. Üstünün də, bax. Bunun elə... Günə uğurla başlayın. Günə dadla, ləzzətlə başlayın. Elə yeyər. Ağzınız həmişə dadlı olsun, ləzzətli olsun. Diliniz şirin olsun. Şirin olduqca həyat da gözəl olacaq. Özünüzdən müğayət olun. Sabah eyni vaxtda burada Space TV-də sizi mən salamlayacağım.